Hoş gördük dostlar. Bugün biz nədən danışırıq? Ülkədə gündəmdə olan nömrə bir mövzu Axund tərəfindən qaçırılan 16 yaşlı qız. Siz buna bağlı nə düşünürsünüz? Mən bununla bağlı yaxşı bir şey düşünmürəm. Yəni həm 34 yaşlı o kişinin hərəkəti pisdir. Həm də ki, qızın belə erkən yaşda qaçması sadəcə öz həyatını korlaması deməkdir. Yəni erkən yaşda qanun qadağan eləyir ümumiyyətlə 18 yaşına qədər ki, yəni özün haqqında qərar qəbul etmək yaşına gəlməmisənsə, onda sənin hər bir hərəkətin ailəyə qarşı yönəlir. Yəni buna görə gərək ki, bu hərəkəti etməzdi. Amma dünən onun mən danışığına qulaq asdım və ailədəki münasibəti danışanda mən başa düşdüm ki, o həqiqətən də ciddi şəkildə ailədə şiddətə məruz qalıb. Yəni o şiddətə qaldığı, yəni o mərhumiyyət onu qaçmağa bir tərəfdən vadar edibdi. Hər halda biz o qədər də hadisənin içərisində deyilik. Biz yalnız bəlkə qızın danışığı da o qədər də bəlkə öyrədilmiş danışığıdır, bilmək olmaz. Amma hər halda mən onun özünün dedikləri faktə əsasən onu deyə bilərəm ki, o ailədə münasibətlər sağlam olmadığına görə indiki vəziyyət yaranıb. Mən qızın dediklərini, o şiddətlə bağlı, ailədəki olan şiddətlə bağlı, mən ona hörmətlə yanaşıram və onu şübhə altına salmıram. Çünki belə çıxır ki, elə victim blaming-də necə deyirlər, elə həmin o hadisələrin qurbanını da ittihamlandırırıq. Amma mən bunu bir kənara qoyuram və dediyim odur ki, Şahbaz bəy, sizin dediyinizdə sanki bir balaca Axundun etdiklərinə bəraət qazandırırsınız. Yəni qız necə deyirlər, yağmurdan qaçarkən yolaya düşdü. Sadəcə sanki yeganə çıxış yolu elə məhz bax oradan qaçmaq üçün məhz həmin o Axunda hətta ərə getmək yox, sadəcə qaçmaq idi onun yanına. Bu bir qədər doğru deyil axı. Ola bilər. Yəni mən elə haqq qazandırmıram Axundun hərəkətini. Mən təkrar edirəm, onun hərəkəti, hər ikisinin hərəkəti qanunsuzdur. Az yaşlıdır, az yaşlı ilə əlaqə heç bir halda əlaqə mümkün deyil. Yəni və bunu qanun da qadağan eləyir. Yəni bunların hərəkətini yəqin ki, qanun qiymət verəcək, qanundan qiymətləndiriləcək. Və amma mən sadəcə demək istəyirəm ki, Azərbaycan ailələrində, xüsusən kənd yerlərində, rayonlarda falan uşaqların əməyə çox erkən yaşda cəlb olunurlar və istismar olunurlar. Yəni onlar həqiqətən də çox zaman düşdükləri vəziyyətdən çıxış nöqtəsi kimi hər hansı bir yola əl atırlar. Varis Diriye yadınızdadır. Qız 10 yaşında ərə verilərkən, verməyə məcbur edilərkən evindən qaçır. Nə edir? Səhra çiçəyində 3 ay səhrada yaşayır və təsadüfən, yəni hətta o qədər o canını itirir ki, səhra pələngi də ona əl vurmur. Yəni o səhranın içərisində sadəcə halsız vəziyyətdə düşüb qalır. Yəni bəzən o çıxış yolunu o şəkildə görüb, bu da çıxış yolunu hardasa bəlkə bu şəkildə görür yəni. 36 yaşlı kişilə, olsun elə 18 yaşlı oğlanla ailə qurmaq, intim münasibət qurmaq, bunlar axı yəni heç bir qəbul olmaz axı. Yəni biri var evdə şiddət, o da yaxşı deyil, o da iyrəncdir. Biri də var sən hər şey atıb gəlirsən, daha böyük özünə problem yaradırsan. Ola bilər. Yəni bu problem olacaq bilmirəm. İnsan xilas olmaq istəyəndə əlini atır, bəzən o əlinə ilan gəlir. Bilmirsən amma nə desənsən, amma əlini atırsan xilas ol. Bəlkə bu doğrudan da elə bir vəziyyətdədir ki, bu vəziyyətdən sadəcə xilas olmaq yolu kimi bunu seçibdir. Yəni düzdür, onun vəziyyətində, yəni o qızın özünün dediyinə görə onlar ümumiyyətlə əvvəlcədən heç bir söhbət etməyiblər. Yəni amma söhbət etməyiblər, necə ümumiyyətlə qaçmaq qərar veriblər, onu da bilmirəm. Səs almamsa qız əksinə deyib ki, bunlar artıq bir neçə ildir ki, ən azı əlaqə saxlayırlar. Yəni bu daha da iyrəncdir. Onu mən eşitmədim danışığında, sadəcə olaraq bütün hallarda az yaşlı insanlarla əlaqəyə girmək hər iki tərəfdən düzgün deyil. Həm kişi tərəfdən düzgün deyil, həm də qız tərəfdən düzgün deyil yəni. Bilirsiniz necə, Şahbaz, mən çox təəssüf edirəm ki, mənim bəzi izləyicilərim, hörmət etdiyim izləyicilər, birdən-birə yazırlar ki, hətta qız könüllü şəkildə özü istəyib, ona görə yaxşıdır, hər şey normaldır. Bu qəti şəkildə belə deyil. 16 yaşlı bir övladın
belə bir resursları yoxdur. Müstəqil şəkildə bir qərar vermək, nəyinsə bağlı belə, belə vacib və ciddi məsələlərdə ailə qurmaq və s. Hələ mən demirəm ki, 16 yaşlı qızın qabağına sən misal üçün meyvə doğrayıb qoyursan qabağına ki, əzizləyirsən, nə bilim, bu yaşda uşaq, demirəm da belə lap oyun oynamalıdır. Amma hələ də bu uşaqdır və bu heç bir halda bu ailə qurmamalıdır. Və bir məsələ də mən sizə deyim, mənim də həyatımda misal üçün müxtəlif hansısa məqamlarda bir sual var, şübhə var, seçim var, hansı daha doğrudur. Mən belə məsələdə həmişə deyirəm, qanun nə deyir? Okey, qanun nə deyirsə deməli o düzgündür. Bax elə bu məsələdə də qanun nə deyir? Qanun deyir ki, olmaz. Əlbəttə. Qanun deyir ki, olmaz. Qadağan edir və bu olmamalıdır. Bu cəmiyyətin, bilirsiniz, hətta qanunun bu həddə gəlib çatması belə, bu bizim cəmiyyətin xidmətidir. Yəni əvvəllərdə əslində elə 13 yaşında artıq göbək kəsmə edirdilər. Yəni 13 yaşında artıq qızı verirdilər ərə, gedirdi başqa bir yerə və s. Yəni amma indi qanun bu hər halda insan oğurluğuna bərabər bir şeydir. Daha doğrusu insan oğurluğu maddəsi ilə bu tövsif olunur, yəni dəyərləndirilir. Yəni bu mənada bu qəti şəkildə yol verilməzdir. Mən burada əslində qızdan daha çox açığı deyim ki, o kişini qınayıram. Niyə görə? Çünki o qız nəyisə anlamaya bilər. Amma sən anlamalıydın. Əgər evlərində doğrudan da şiddət var idisə, onda sən o evlə əlaqə qurardın, gedərdin, danışardın. Özü də ki, sən deyək ki, bir məsciddə axundsansa, bunu etmək sənin mənəvi borcundur. Daha qıza əl verib və özünə onu arvad eləmək bu düzgün deyil. Yəni. Bu ümumiyyətlə Azərbaycan kişisinə, ondan sonra yəni mənəvi və maddi dəyərlərimizə tamamilə zidd bir hərəkətdir. Yəni mən şəxsən ona bir ayrıca olaraq kişi kimi onun hərəkətinə haqq qazandırmıram. Qız az yaşlıdır. Az yaşında insan bəlkə də belə səhvlər edir, etməlidir və insanın səhvləri bağışlanmalıdır. Bağışlanmadan insan həm nə özünü bağışlaya bilir, nə də başqasını və yaşamaq da mümkün deyil. Bir cəmiyyəti bütövləşdirmək, qurmaq da mümkün deyil. Amma yenə də deyirəm, 35 yaşında insan gərək səhv etməsin. Bir də siz bayaq dediniz ki, bax mən bilmirəm də rayonlarda necədir vəziyyət falan. Onlar artıq həmin o qızlar bəzən çıxılmaz vəziyyətdədirlər, ona görə də erkən nigaha girirlər. Sadəcə mən burada bax bu məqamda Şantaram kitabı yadıma düşdü. Orada da belə bir epizod var. O Şantaramdaydı, yoxsa yox? Şantaramdadır, bəli. Bəli, söhbət balaca az yaşlı qızlardan gedir. 7-8 yaşında qızları artıq seksual istismar edirlər, seksual formada istismar edirlər və təbii ki, adamda bu nə yaradır? İkrah hissi. Bəli. Amma orada ondan sonra başa salınır ki, bu əslində həmin o qızlar üçün çıxış yoludur, acından ölməmək üçün. Çünki Hindistan çox kasıb ölkədir və orada aclıq çoxdur. Bax, burada artıq necə deyim də, belə nə deyilir ona, akno abertonada, yəni burada artıq bax, belə dəyişiklik bir şeylər olur. Məncə bu hətta gəlib çıxmır. Yəni kənddə necədir vəziyyət, nələr baş verir, nə olur, necə bir ağır iş olsa da belə qızların üstündə. Bu o demək deyil ki, 16 yaşlı qızları ərə verməlidir. Yox, ağır işin əxlaqi məsələyə aidiyyatı yoxdur yəni. Siz indi kənd yeridir, kənd qızlarıdır, yəni yaş az yaşdır, yeni yetmədir. Onların həyatında həmişə gözlədikləri yəni bir şeylər ola bilər. Deyək ki, müəllim gələndə deyək ki, Bakıdan, şəhərdən bir gələr, müəllim gələr dərs deməyə. Ona yana fərqli baxarlar. Bir başqa bir işə gələn olar, ona baxarlar falan. Amma bu demək deyil ki, yəni xəyal gerçəkliyə çevrilməlidir, çevrilməməlidir yəni bu anda. Çünki bu olmamalıdır. Bu insani normalara zidd bir şeydir. Gərək bu baş verməsin. Amma mən istərdim ki, biz buradan indiki anda hər kəsin danışdığı digər bir mövzuya transfer edək. O da İran mövzusudur. Necə keçəkmi biz bu mövzuya? Deməyə sözün varmı? De. Mən İranla bağlı, yoxsa İranla bağlı. Əvvəlki fikir qaldı. Əvvəlki temadan bir dənə də xətt keçirim. Mən bilirəm ki, bizi bölgələrdə baxırlar. Çünki orada heç televiziyada o qədər baxmırlar, nəinki YouTube kanallarına. Bir də baxışları yeri gəlmişdir, çox azdır, çox zəifdir. Amma biz istədiyimiz insanlar, hörmət etdiyimiz insanlar bizə baxırlar, dəstək olurlar. Biz bu yaxınlarda kənddə olmuşuq və orada kənddə balaca qız hətta dedik ki, biz sizə baxırıq.
Bax elə mən analara müraciət edirəm, çox xahiş edirəm. 16 yaşlı qız bu sadəcə uşaqdır. İmkan verin oxusun, təhsil alsın. Şəraitə baxmayaraq, hamının şəraiti təbii ki eyni deyil də. Yəni buna anlayışla yanaşmaq olar, amma uşağın gələcəyini korlanmayın. Qoy oxusun, ailə qursun, iş tapsın, ondan sonra ailə qursun. Nigar, çox sağ ol bu müraciəti elədin. Bu doğrudan da çox vacibdir. Yəni analar və elə atalar da, mən də atalara müraciət edirəm. Əzizlərim, uşaqlarınızı çalışın, oxudun, yaxşı təhsil verin. Yəni əməyə öyrətmək yaxşıdır, amma onların əməyini istismar etmək yaxşı deyil. Xüsusən qızlara çalışın, təhsil verin. Bizim ailədə mən bir şey deyim. Mənim atam təhsili olmasa da 5 bacım var idi və o deyirdi ki, oğlanlar bir yana, onlarla işim yoxdur, amma mənim qızlarım mütləq təhsil almalıdır. Yəni mütləq qızlarınıza təhsil verin. Buyur, davam elə, bağışla. Mən pauzu saxlayıram ki, görəsiniz ki, Şahbaz mənim necə mədəni və incə insandır. Çox sağ olun. Yaxşı, mövzumuz əslində çox kədərlidir. Həm birinci, həm ikinci mövzu. İranla bağlı danışmaq istəyirik. Nə düşünürsünüz? Bütün bu işlərin axırı necə olacaq? Əslində, məntiqlə bu gecə çox şeylər yekunlaşdı. Yəni ki, İran əgər həqiqətən də İran nüvəyə görə vurulursa, nüvə silahlarına görə bu gecə artıq onların 3 böyük nöqtəsini məhv etdilər. Amma bu nədir? Məsələn, İranın böyük bir tarixi var da. İranın tarixi siz az qala adam, yəni eradan əvvəl filan nə qədər belə böyük bir tarixdir. Burada yığılan kitablar var. Burada məsələ burasındadır ki, bu kitabların heç biri sülh dövründə yazılan kitab deyil. Hamısı konfliktlərdir. Yəni İran coğrafiyası nə qədər qəribə bir coğrafiyadır. Müharibə, çəkişmə. Baxın, İsrail bir vaxtlar İranı müdafiə edirdi. Yəni İranla İsrail bir yerdə idilər. Əlbəttə, məsələn, İordan yüksəkliyi uğrunda müharibə gedəndə, ərəblərə qarşı müharibə gedəndə, o vaxt İran İsrailin ən yaxın dostuydu. Bunun cəmi 70 il tarixi var. Amma indi görün necə dünya dəyişdi. İndi birdən-birə bunların arasında kəskin müharibə gedir. Məni bu şeylər həddindən artıq bilirsiniz nəyə narahat edir? İnsanlara görə. Yəni İranın elə bir nəsli yoxdur ki, o qaçqın həyatı yaşamasın. Hamısı tərk edir ölkəni. Bir hakimiyyət gedir. Bax indi bu hakimiyyət də bu hakimiyyətin içərisində olan nə qədər insan oranı tərk edəcək. Dağılacaq, yenə də yer üzünə səpələnəcəklər. Yəni bu insanı qorxudur və bu hadisələr bir də onu göstərir ki, ümumiyyətlə orta əsrlərdən başlayaraq dünya dinlə hakimiyyəti bir-birindən ayırır yəni. Hakimiyyət, din hakimiyyətin əlində vasitə olmamalıdır. Bunlar ayrı olmalıdır. Bunun da yeganə yolu məncə elə seçilməkdir, ondan qanunlardır, qanunların demokratik əsaslarla qəbul olunmasıdır. Heç olmasa insanlar bu qanunların qəbul olunmasında iştirak etsinlər. Mən çox danışıram, bağışla, davam eləyəcəm. Yəni bu geniş mövzudur. Biz də bu mövzuda əslində danışmırıq demək olar. Mən sadəcə biri sözünə fikirləşdim. Əvvəlki mövzuda Şahbaz, mən bir sözü demədim. Deyil. Və ona görə özümü qınayacağam, səhərə kimi yatmayacağam. Kaş ki, mən bunu deyərdim. Deyil, ona görə gəldiniz mən deyim. Dostlar, Axund pedofildir və onun etikləri pedofiliyadır. Bunun başqa adı yoxdur. Çox üzr istəyirəm, bunu deməliydim. Deyil, əlbəttə. Mən ürəyimdən tikan çıxardım. İndi keçək bu məsələyə. Son 2 həftədir ki, ölkəmizdə hamı politoloq, şərqşünas olub və biz də eyni geri qalmırıq. Biz də geri qalmırıq, bəli. İranla bağlı. Keçək kitablara. Əvvəl bu kitabları göstərmək istəyirəm. Uşaqlıqda mənim ən sevdiyim kitablardan biri idi bu. Straşni Tehran, Qorxulu Tehran. Çox təsirli romandır. Bu kitab Amin Malov bir müsəlman əsilli fransızdır. Burada Ömər Xəyyamın əl yazmasını axtarır bir jurnalist və gəlir Azərbaycandan keçir və gedir Cənubi Azərbaycana, Səttarxan hərəkatı dövrünə düşür və o vaxtki inqilabı yazır.
mükəmməl romandır, əladır. Siz bir an belə dayanmadan bunu sona qədər oxuyacaqsınız. Bu mənim çox sevdiyim kitabdır. Çünki mən onu bir nəfəsə oxumuşdum. Yadımdadır ki, böyük yaxında 5 saat içində mən bu kitabı oxuyub bitirmişdim. İlkin Rustamzadə siyasi aktivist, bloger, iş adamı və eyni zamanda çox istedadlı yazıçıdır. Bu kitabı mütləq oxuyun. Və bunun ingilis variantı da var. Əgər siz İranla bağlı harasa dostlarınıza kitab hədiyyə eləmək istəyirsinizsə, xaricdə yaşayanlar bunun ingilis dili variantını əldə edə Yeri bilərsiniz. gəlmişkən, İlkin bəyə mən o ilk mənə bu qapağı göstərəndə, mənə fikrimi soruşanda, mən ümumiyyətlə çalışıram qapaqla bağlı falan öz fikirlərimi deməyim. Onsuz da heç bir yazıçı sözümə qulaq asmır. İstədiklərini eləyirlər. İlkin bəyə də dedim ki, belə depressiv qapaq eləməyin də. Yəni bax bu nə dəxə belə də, kim bunu alacaq? İnanmadı mənə, yenə də elədi. Rəssamın xətrinə dəyər, elə deməyin. Rəssamın? Hı. Oyda. Rəssam desən gündüz idi, yox? Yox, gündüz deyil. Okay. Yəni mən bir sənə görə deyirəm, bu yaxınlarda bir İran, əslində bir Avropa diplomatının xanımı, o özü İranlıdır. Soruşdu ki, İranla bağlı hansı kitab var sizdə? Dedim, baxın, çox qəşəng kitab var. Təbii Persepolis'i də ona dedim. Persepolis ən sevdiyim kitablardan biridir. Kinosuna yəqin ki, baxmısınız, kitabı da var. Və eyni zamanda bu kitabı da ona göstərdim, İngilis dilindədir bu. Və o dedi, o elə əsəbləşdi, elə qəzəbləndi, dedi, heç vaxt mən bu kitabı almaram. İran belə deyil, İranlılar məhəmmətidirlər də, təbii olmalıdır. Sadəcə bax, onlara belə çox pis təsir etdi ki, İranla bağlı niyə axı danışanda məhz bax, bu yada düşür. Bu bir xatirədir də, ona görə onu danışan adam real yaşayan adamdır. Tamam. Bu isə bu Məsud Siraci anası Azərbaycanlıdır. Bu özü hal-hazırda Avropada yaşayır. Bu da deməli müsəddiq hökumətindən əvvəlki dövrü, onun devrilməsi, keçid ərəfəsini yazan bir maraqlı bir romandır. Bunu təqdim elə, zəhmət olmasa sənin növbəndir. Bu Hədicə İsmayılın tərcüməsidir, düzdür? Bir də nəysə mən səhv saldım. Bəli. Yəqin ki, Şəbaz, bu həqiqətə uyğun olan bir şey olacaq. Biz tanıyırıq da, bu yazıcı ilə görüşmüşük, Səhər Dilcani. O da gənc bir xanımdır. Səyahəti çox sevir və hal-hazırda Tehranda və İranda yaşamır o, xaricdə yaşayır. Mən sadəcə onu qeyd etmək istəyirəm. Həm kitab özü çox gözəldir, həm də mənim üçün çox vacib olan məqam tərcümə keyfiyyəti. Bu çox keyfiyyətli tərcümədir. Çünki Hədicə İsmayıl, Şəbət bəy, belə desəm digər tərcüməçilər inciməzlər. Mənə görə nömrə 1 tərcüməçi Hədicə İsmayıldır. Çərpələn Qışranı o tərcümə edib. Mükəmməl bir tərcümədir. Bax, burada da eyni şəkildə. Mən də Hədicə İsmayılın həm yazılarını, həm tərcümələrini, nə yaradıbsa hamısını sevirəm. Yəni, bu Cəmil Həsənlinin Güney Azərbaycan mövzusunda 2 kitabı var əlimizdə. Mütləq indi Cəmil Həsənli yeganə tarixçidir ki, biz yeganələrdən bir çox danışırıq. O həqiqətən də tarixçi kimi Avropada istinad olunan, Avropa elmi mənbələrə istinad olunan tarixçidir. Universitetlərdə, böyük universitetlərdə onun mühazirələri olur, onun kitablarına istinad edilir, onun əsərlərindən söhbət aparılır. Sovet dövrü, soyuq müharibə dövrü və İran Azərbaycanı ilə bağlı. Və Pərinur Saniyenin kitabı. Şəbət bəy, niyə Azərbaycan Saniyə gedib, amma Rusya Saniyə? Mənə gəlir ki, bilsən, mən də əslində Sani olmasını istərdim, Saniyə yox. Hər halda bunu Vəxdə Maya Dolya ad o qədər də uğursuz bu çox vacib məqamdır. Çünki bu kitab əvvəllər rus dilində çıxmışdı və adı Knigosudi была, bizdə də var idi. Çoxdan onun tirajı bitib, daha nəşr olunub. Çox sağ olsun Şahbaz bəy ki, bunu yenidən nəşr etdi başqa tərcümə ilə. Amma adını qoyub Maya Dolya, bu biraz şey oxşuyur da, Dolya. Ruslar çox da sevmirlər belə adı. Amma qapaq mükəmməldir. Çünki buna baxan deyiblər ki, mən onu baş qəhrəmanı məhv elə təsəvvür edirdim. Doğrudan elədi. Mənim payım bu da deməli şah dövründə hakimiyyəti devirmək istəyən gənclərin həyatıdır. Mükəmməl bir kitabdır. Yəni burada həm eşq var, həm də hakimiyyəti çevirmək eşqi var. Gəncləri bir araya gətirmək və öz gələcəkləri barəsində qərar vermək əla bir əsərdir. Şiddətlə tövsiyə edirəm. Oxuyun, həm İranı tanıyın, həm də gənclər nə etməlidir, nədən, necə düşünürlər, onu dərindən biləcəksiniz.
belə. bitirdik. Dostlar, öz rəylərinizi, fikirlərinizi, təkliflərinizi yazın. Biz Təşəkkür hamısını edirik. oxuyuruq. Çox sağ olun. Çox sağ olun. Hələlik görüşərik.